Hər vaxtınız xeyir olsun, əziz və hörmətli dostlar, dəyərli həmkarlar. Hər kəsi salamlayıram. Keyfiyyətin dərtməsi mövzusu ilə davam edirik. Uyğunluğun qiymətləndirməsi və uyğunluğun qiymətləndirməsi haqqında Azərbaycan Akkreditasiya Qurumunun sahələri ilə bağlı keçən videoda danışmışdıq. Bugün sahələrdən birinə toxunacağıq. Kalibrləmə laboratoriyaları ilə bağlı ISO 17025 sahəsində görsəndiyi kimi 3.6-cı hissədə kalibrasiya ilə bağlı tələb görsəndiyi kimi buna istinadən tələb var. Bu tələb ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanununa istinadən tələb var və bu tələbə uyğun zərurət yaranır. Bu qanuna istinadən ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanuna istinadən işin icrasına bağlı Nazirlər Kabinetinin məhz bu 686-cı nömrəli qərara istinadən Nazirlər Kabinetinin qərarı var. Bu qərarda demək, kalibrləmə laboratoriyalarının xidməti ilə bağlı və göstərəcəyi işlərlə bağlı tələblər var. Hər hansı bir kalibrə olunmuş cihazın hansı sertifikatın formatı və cihazın üzərində görsənəcək stiker deyək, nakleyka yapışdırılmış nişanın sertifikatla bağlantısı və sertifikatın üzərində olan məlumat kalibrə olunan cihazla olan bağlantısını təsvir edir. Beləliklə, cihaz kalibrə olduqdan sonra cihazın seri nömrəsi, cihazın üzərindəki stikerin üzərində seri nömrəsi və təqdim olunan sertifikat ilə bağlantı qurulur. Qısaca demək istədiyim bu qədər idi. Bugünə diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.